Herkese salam, hər birinizi yenidən kanalımda xoş gördük. Bugün mən sizə Azərbaycan dili 4-cü sinif 2-ci hissədən yaşıl gözlü qız mətni ilə bağlı olan mövzumuzun davamını elmi fantastik əsərlər mövzusunu izah edəcəm. Uşaqlar, yəqin ki, yaşıl gözlü qız mətni sizin yadınızdadır. Sizcə Aysel Lemiyə hansı sualları verdi? Leminin hansı cavabı onu bu qızın yad planetli olmasına inandırdı? Aysel Lemiyə müxtəlif suallar verə bilərdi. Onun yaşadığı planetlər haqqında danışa bilərdi. Daha sonra oradakı həyatın hansı formada olmasından, yad planetlərin necə yaşamasından danışa bilərdi. Bəs yaxşı, Leminin hansı cavabı onu bu qızın yad planetli olmasına inandırardı? Təbii ki, müxtəlif fikirlərimiz olacaq. Hər birinizin fikri çox önəmlidir. Dostlarınızla bunu müzakirə edin. Nə üçün uşaqlar Leminin yad planetli olduğunu gizli saxladılar? Sizcə Lemi haqda böyüklərin məlumatı olsaydı onlar nə düşünərdi? Uşaqlar, gəlin belə deyək. Əslində Ayselgil valideynlərinə Lemi haqqında danışmaq istəyirdilər. Lakin onlar əmin idilər ki, valideynləri uşaqlara inanmayacaqlar. Məhz bu səbəbdən də onlar Lemi haqqında danışmağı böyüklərə istəmədilər. Və böyüklər Lemi haqqında bilsəydilər, yəqin ki, bu barədə müxtəlif qurumlara xəbər verərdilər. Bu da uşaqlar belə düşünürlər ki, Lemi üçün heç də yaxşı olmazdı. Gəlin C tapşırığına baxaq. Uşaqların Ayda xalaya yalan danışmalarına münasibət bildirin. Burada mən əminəm ki, sizin fikirləriniz qarışacaq və bəziləri bunun doğru, bəziləri isə səhv olduğunu deyəcək. Doğru, uşaqların yalan danışmasında doğru düşünənlər var bu məsələdə. Yəni, uşaqlar düşünürlər ki, onlar yalan danışaraq əslində düzgün addım atdılar. Nəyə görə? Çünki bu yolla Leminin qorumuş oldular. Lemi haqqında hər kəsə danışsaydılar, bu Lemi üçün təhlükə ola bilərdir. Amma digər tərəfdən də düşünmək lazımdır ki, əslində yalan danışmaq heç də düzgün bir hərəkət deyil. Nə olursa olsun, həqiqəti demək vacibdir. C tapşırığına baxırıq. Yad planetli Lemi hansı bacarıqlara sahibdir? Lemi telepatiya və telekinez bacarıqlarına sahib idi. Bu bacarıqlar mətndə hansı epizodlarda ortaya çıxır? Onlardan hansını telepatiya, hansını telekinez adlandırmaq olar? Əslində, uşaqlar 3-cü hissədə siz gördünüz ki, üzgüçülük hovuzundaydılar və üzməyə getmişdilər. Burada Leminin saatın uğurlamasını gördülər və telekinez bacarığı sayəsində Lemi qızın necə uğurluq etdiyini bildi. Telepatiya bacarığı sayəsində isə o öz saatını uşaqdan geri aldı. Beləliklə uşaqlar bu bacarıqlar Lemidə var idi. Mətndə hansı hadisələr sizə inandırıcı görünmədi? Hansı hadisələr sizə inandırıcı gəlmədi uşaqlar? Telepatiya, telekinez bacarıqları və uzaq bir planetdən gəlib düşmək. Yəqin ki, bu bacarıqlar sizə heç də inandırıcı, hadisələr sizə inandırıcı gəlmədi. Elmi fantastik əsərlər yadda saxla hissəsində verilib. Elə əsərlər var ki, real həyatda rast gəlinməyən varlıq və hadisələr təsvir edilir. Yad planetlilər, zamanda səyahət və s. Lakin müəllif bu hadisələri elmi cəhətlər əsaslandırmağa çalışır. Beləliklə oxucunu təsvir olunan hadisə və varlıqların mümkünlüyünə inandırır. Beləliklə də bu cür əsərlər elmi fantastik əsərlər adlanır. Y tapşırığına baxırıq. Sizcə Lemi Azərbaycan dilini necə öyrənmişdi? Yəqin ki, sizə də maraqlı gəldi ki, necə oldu ki, Aysel ilə ilk danışığından Lemi Azərbaycan dilində danışdı. Aşağıdakı epizodu oxuyun. Müəllifin fikirləri inandırıcıdırmı? Fikrinizi əsaslandırın. Lemi yerdə ilk dəfə yaşlı bir qadına rast gəlmişdi. Qadın onu öz daxmasına aparmış, qayğısına qalmışdı. Lemi əvvəlcə telepatiya bacarığından istifadə edərək qadının yaddaşındakı sözləri beyninə köçürmüşdü. Sonra onun fikirləri ilə nitqini uyğunlaşdıraraq bu dili öyrənə bilmişdi.
Aysel'dən aldığı izahlı lüğət də Lemiyə xeyli kömək etmişdi. Lemi kitabın səhifələrini nəzərdən keçirməklə söz ehtiyatını artırmış və Azərbaycan dilində rahat danışmağa başlamışdı. Əslində bu inandırıcı gəlir. Siz də öz fikirlərinizi bildirə bilərsiniz. Tapşırığına baxaq. Yaşılgözlü qız əsərində təsvir olunan hansı qeyri-adi hadisələr gələcəkdə reallaşa bilər? Nümunəyə əsasən fantastik hadisələri müəyyən edin və gələcəklə bağlı ehtimallarınızı söyləyin. Fantastika. Lemi ilə qardaşı kosmik gəmidə planetlərin seyrinə çıxmışdır. Ehtimal. Daha mükəmməl kosmik gəmilər yaradılsa, kosmik səyahətlər hər kəs üçün əlçatan olar. Biz də deyə bilərik ki, Lemi bizə bir məsələ oxudu və orada avtomobillərin sürətinin nə qədər yüksək olmasından danışırdı. Əlbəttə ki, avtomobillər 460, 30 kilometr artıq sürə, yəni 490-dan gedir və s. Gələcəkdə bunlar hər biri real ola bilər əslində uşaqlar. Yəni bax belə bu fikirlərlə tapşırığı əsaslandıra bilərik. Bugünkü mövzumuz bu qədər. Sizinlə sağollaşıram. Yeni dərslərdə görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.